Ay tabi bunlar nədir qoymuşsun belə Bunlar qabağa? ayol, dana quyruğu, bir de dananın dilidir. Aha. Bunda akşama sifarişimiz var 15 nəfər. Onlar üçün hazırlanmaq. İndi hazırlama qaydasını çəkirik. Məhşir dana quyruğunun Bəli, hazırlanması. məşhurla dana quyruğunun hazırlanması. Bunu belə xırda-xırda doğrayıram öz oynaqlarından. Hə, artıq quyruqlar doğrandı, hazırdır. Dana dilində diri qoyuram bunun üstünə. Bişdikdən sonra bu doğranacaq. İstəyənə dana quyruğuyla qarışıq, istəməyənə tək quyruq hazır olacaq bir 3-4 saata. Təmiz suda bunu yururuq. Bir neçə dəqiqə, bir yarım saata qədər soyuq suda saxlayırıq ki, qanı qoxu çıxsın. Ayol, birdən yadıma düşdü ki, bu bizim par qazanımız var. Bu dili par qazanda ayrıca pişirək. Quyruğu da ayrı. Sonra istəyənə qarışdırıb servis eləyərik. O belə. Həm dadları qarışmayacaq. Dadlar da qarışmayacaq. Hə, ikisini də qəşəng yuduq, təmizlədik. Dana quyruğunun üzərinə soyuq su, par qazanın üzərinə isə qaynar su tökmək lazımdır ki, kəpi çıxmasın. Artıq par qazanımızda dil hazırdır. Bunu doğradıktan sonra bunu quyruğun üstündən atıram. İstəyənə quyruq, dillə, istəyənə tək quyruq. Yəni bu dadı möhtəşəmdir. Bu delikatesdir, delikates. Bu işimiz hazırdır. Bu 3-4 saat ərzində vampodda qaynayacaq. 4 saat ərzində hazırdır. Hə. Dana quyruğu, dana dilindən bir yerdə, delikatec. Xüsusi sifariş.